Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Bu dərsdə biz artıq Kalininus əməliyyat sistemimizdə Docker qaldıracağıq. Dockerin üzərində də inşallah Vulnerable Web Application web servisini qaldırmış olacağıq. Bunun əvvəlki dərslərdə biz Docker nədir, ümumiyyətlə bu Kalininusda hal-hazırda istifadə etdiyimiz əmrlər nə işə yarayır, bunları siz necə istifadə edə bilərsiniz və s. bu mövzuların hər birindən danışmışdıq. Artıq müəyyən qədər biz onun praktikasını keçid etmiş oluruq və yavaş-yavaş artıq web hücumlarla tam geniş şəkildə tanış olmuş olacağıq. Ona görə indiyə kimi olan hissələrlə bağlı bir sualınız varsa, düşünürəm ki, əvvəlki dərslərə qayıdıb bir göz gəzdirməyiniz sizin üçün faydalı olar. Mən istəyirsiniz uyğunsa yavaş-yavaş başlayım. Yenə eyni şəkildə nəsə bir sual yaransa şərhlərdə qeyd edə bilərsiniz. Bacardığım qədər cavablandırmağa çalışacağam. Əgər hal-hazırda sizin Kalininus maşınınızda Docker yüklü deyilsə, indi qeyd etdiyim əmrdən istifadə edərək Dockeri yükləyə bilərsiniz. Ümumiyyətlə hər hansı bir installation prosesi bildiyiniz üzrə sudo əmri ilə icra olunmalıdır, yəni super user. Mən elə sudo yazaraq sizin tam əmri görməyinizi istəyirəm. Yəni sudosu yazaraq ruta keçid etmirəm. Siz istəsəniz birbaşa ruta keçid edərək hər dəfə sudo yazmağın qarşısını ala bilərsiniz. Sudo apt install burada səhv yazdıq. Apt install docker io yazırsınız. Sonra y parametrini verirsiniz. Bu parametr vasitəsilə siz deyirsiniz ki, hansısa bir sual soruşsa installation prosesində hər birinə yes desin və keçsin. Daha sonra isə fix missing parametrini vermək istəyirəm. Yəni hansısa bir problem varsa, onu eyni şəkildə aradan qaldırmağını istəyirəm. Məndə hal-hazırda Docker yüklü olduğu üçün yəqin ki, bir daha yükləməyəcək. Lakin siz bunu yükləyən zaman, belə deyim, orada qarşınıza çıxan ekranda yes və hansısa bir şərti soruşsan zaman, onu da yeni qəbul eləsəz, rahat bir şəkildə sizdə qurulmuş olacaq. Daha sonra məndən sudo parolunu istəyir, parolu daxil edirəm və gördüyünüz kimi məndə hal-hazırda installation prosesi başlamışdı. Sadəcə yüklü olduğunu gördüyü üçün upgrade etməyə çalışdı. O da son versiya olduğu üçün dayandırdı. Ancaq sizdə bu upgrade prosesi baş verəcək. Hardasa düşünürəm ki, 5-10 dəqiqə çəkər kompüterimizin və verdiyimizin resursun gücündən asılı olaraq. Deyək bu quruldu. Siz artıq bunun statusunu yoxlaya bilərsiniz. Məsələn, biz xatırlayacağınız üzrə sistem komandları ilə tanış olmuşduq və məsələn systemctl status docker yazaraq docker haqqında hal-hazırda aktiv olan məlumatları öyrənə bilərəm. Gördüyünüz kimi qurulubdur, enabled deyir. Docker servisi hal-hazırda məndə işləyir, lakin Docker ilə bağlı bir belə deyim, maşınım işdə deyil, yəni hal-hazırda aktiv deyil. Siz Docker necə aktivləşdirə bilərsiniz? Bura Docker run, ondan sonra isə qaldırmaq istədiyiniz servisin adını yaza bilərsiniz. İlk olaraq mən deyim ki, mən burada bayaq da qeyd etdiyimiz üzrə Vulnerable Web Application qaldırmaq istəyirəm. Bu web application haqqında sizə bir məlumat verim. Bu application, belə deyim, içində hissə-hissə web vulnerability-ləri olan, yəni web applikasiya ilə bağlı boşluqlar olan bir belə deyim, xidmətdir. Bunun içində müxtəlif çətinliklərdə olan eyni şəkildə suallar mövcuddur. XSS-dən tutmuş SQL-aya, eyni şəkildə brute force hücumlarına qədər siz bütün testləri buradan praktik eləyib öyrənə bilərsiniz. Ona görə biz əslində üstünlük veririk ki, Vulnerable Web Application istifadə eləyək. Növbəti dərslərdə bizim Portfolio və sair platformalar üzərində də eyni şəkildə praktikalarımız olacaq. Lakin yenə də başlanğıc üçün bunun daha rahat və daha effektiv olduğunu düşünürəm. Docker run yazırsınız. Daha sonra detach formasında mən işlətmək istədiyimi deyirəm. Yəni bu run olduqdan sonra bütün prosesi məndə CMD göstərməsin, background açsın. Siz də eyni şəkildə bu parametrdən istifadə edə bilərsiniz. Detach formada eləməyini istəyirəm. Daha sonra P parametrini verirəm. Bu parametrdə nə işə yarayır? Burada 80 qeyd elədim. Burada nəyi nəzərdə tuturam? Dockerin daxilində olan 80-ci portun mənim kompüterimin, lokal kompüterimin 80-ci portuna calanmasını istəyirəm. Daha sonra isə Vulnerable Web Application, Vulnerables başlığının altında web dvwa yazaraq siz də əl çata bilərsiniz. Burada sadəcə biz sudo icazəsi vermədiyimiz üçün işlədə bilmədik. Yenə eyni şəkildə onda sudo yazın. Burada ola bilsin hal-hazırda bu xidmət işləyir. Mən ona görə bunu yükləyə bilmədim. Gəlin istəyirsiniz yoxlayaq. Bu sizin üçün də eyni şəkildə praktik olmuş olar. Docker ps yazaraq hal-hazırda Dockerdə baş verən prosesləri görə bilərsiniz. Yenə sudo yazaq. Yenə sudo olmadığı üçün icazə vermədi. Sudo docker ps yazaq görək nəsə işləyir yoxsa yox. Əslində hal-hazırda olmadığını deyir. Gəlin onda belə eləyək. Dockeri dayandırıb bir daha başlatmağı yoxlayaq. Bunda systemctl yazırsınız. Sonra stop docker yazırsınız. Mən eyni şəkildə yoxlayım, görüm problem nədədir. Bir daha run eləməyə çalışarıq. Yəni problemsiz şəkildə işlədi. Bəlkə kimi yenə status yoxlaya bilərik. Görək bir şey dəyişdimi? Xeyr, yenə inaktiv olduğunu deyir mənə. Gözəl. Docker soketi də dayandırmağı yoxlayaq. Çünki ola bilsin Docker soket tərəfindən yenə işə salınıb. O səbəbdən biz bunu run eləyə bilmirik. Bir daha yoxlayaq. Burada stop eləməliyik. Yəni stop eləyək.
Əslində inaktiv deyir, amma yenə də biz stop eləməyi yoxlayaq. Ola bilsin nəsə bug var. Aha, gəlin onda bir daha təzədən start eləməyi yoxlayaq. Görək bu dəfə alınacaq yoxsa yox. System.ctl start docker dedim. Sonra bunun statusuna eyni şəkildə baxmaq istəyirəm. Aha, gördüyünüz kimi artıq aktivdir. Biz yəqin ki, bayaq bunu aktivləşdirməyi unutmuşuq. Siz System.ctl ilə start eləyib Docker-i aktivləşdirməlisiniz. Bəli, biz burada aktivləşdirməyi unutmuşuq yəqin ki. Baxın. Aha, bəli, aktivləşdirməyi unutmuşuq. İlk olaraq siz Docker servisini qaldırmalısınız. Ondan sonra isə bunun üzərində Dəm Vulnerable Web Application qaldırmalısınız. Mən bu hissələri kəsməyəcəm. Ola bilsin siz də bəzən unudasınız bu hissələri. Yəni mərhələli şəkildə eləsəz, sizin də daha yaxşı yadınızda qalmış olacaq. Ona görə bu səbəbdən bu hissələri kəsməyəcəm. Hal-hazırda statusunun aktiv olduğunu görürsünüz, yəni run olunur. Artıq biz bunun üzərində Vulnerable Web Application qaldıra bilərik. Eyni şəkildə yuxarıda yazdığımız üçün bu arada siz ox düymələrindən istifadə edərək, yuxarı aşağı eləyərək siz də sürətli şəkildə daha öncədən yazdığınız əmrlərlə tanış ola bilərsiniz. Mən bunu yazdım. İndi məsələn burada bir result çıxmadı. Əslində bunu görürsünüzsə hal-hazırda Docker üzərində Vulnerable Web Application qaldırıldığını belə deyim sübut eləyir. Ancaq tam təsdiqləmək üçün Docker PS yazaraq eyni şəkildə Dockerdə baş verən prosesləri daha rahat görə bilərsiniz. Sudo Docker PS yazın təbii ki və hal-hazırda burada Dəm Vulnerable Web Application işlədiyini görə bilərik. Bunu təsdiqləmək üçün də eyni şəkildə Firefox-a gedib localhost ailəsindən bunu test edə bilərik. Sizin təbii ki, qaldırdığınız hansısa bir servis localhostunuzda işləyəcək. Ona görə localhost ünvanına getməyi unutmayın. Məsələn, mən bura gəlirəm, ünvan yerinə localhost qeyd edirəm. Burada port sayısını da eyni şəkildə qeyd edin. 80-ci portda default olaraq işə düşür. Məndə hal-hazırda proxy olduğu üçün yenə belə deyim, localhost-da keçid eləyə bilmədim. Sizdə də proxy varsa bunu dayandırın. Növbəti dərsdə biz proxy-nin quraşdırılmasına baxacağıq. Lakin proxy olduğu üçün məndə bu səhifəni açmağa icazə vermədi, çünki sorğularım hal-hazırda intercept olunurdu. Proxy-ni söndürdükdən sonra keçməyə çalışanda gördüyünüz üzrə hal-hazırda keçmiş oldum. Default ad və parol, admin və belə deyim, password yazaraq daxil ola bilərsiniz. İlk olaraq siz daxil olan zaman sizdən bir databaz yaratmağınızı istəyəcək. Create and reset database-ə basaraq da databazanı yaratmış olacaqsınız. Daha sonra sizdən login eləməyinizi istəyir. Buradan gəlib eyni şəkildə admin və passwordu daxil eləyərək də yenidən daxil ola bilərsiniz. Bax da danışdığımız kimi burada siz müxtəlif belə deyim web application vulnerability-ləri görə bilərsiniz. Brute force-dan tutmuş CSP bypass-a qədər, XSS-ə qədər burada bütün vulnerability-lər var. Burada əlavə olaraq belə deyim, bu hissəyə gəlsəz, siz burada sualların, praktikaların çətinlik səviyyəsində rahatlıqla dəyişə bilərsiniz. Məsələn, ha eləyib submit eləsəz, artıq suallar daha da çətinləşəcək. Eyni şəkildə siz burada ITS IPS-i də aktivləşdirərək onu da bypass edib eləyə bilməyəcəyinizi də eyni şəkildə test eləyə bilərsiniz. Bu dərslik bu qədər. Növbəti dərsdə də inşallah biz Burp-Suite haqqında müəyyən qədər məlumat verəcəyik. Ondan sonra da artıq web testlərə start vermiş olacağıq. Bayaq da qeyd etdiyim kimi yenə hansısa bir belə deyim, sual yaranmış olsa şərhlərdə qeyd eləyə bilərsiniz. Bacardığım qədər cavablandırmağa çalışacağam.